Ben hesabladım ki, mən kombiyə, paltar yuyan maşına və evə gələn suya filtr qoyduq. Bu böyük xərc aparır. Amma 2 aydan, 3 aydan bir paltar yuyan maşın sıradan çıxır. Biz əgər bunun hamısını götürüb hesablasaq, yazsaq, görərik ki, daha insana baha başa gəlir. Ona görə insanlar filtr qoyur. Amma insanlar var, məsələn, mən tanıyıram, heç onların içməli suya çıxışı da yoxdur. Xüsusən Azərbaycanın, Respublikanın kənd yerlərində, bəzi rayon yerlərində və onlar birbaşa təmizlənməmiş suyu duruldaraq içirlər və buna görə də bir çox insanların məhz bu səbəbdən yaranan ciddi xəstəliklərə əmələ gəlir. Onkologiya da var onun içində. Onkoloji xəstəliklər, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, bunların hamısı suyun fəsadlarıdır. Çünki o suda olan ağır metallar insanların qaraciyərində çöküntü yaradır, ya böyrəklərində çöküntü yaradır. Bəlkə də Azərbaycandan başqa ölkələrdə Azərbaycan qədər böyrəyimdə daş var deyən vətəndaş yoxdur.